Salam dostlar. Mən indi isə Xəzərin lap yaxınlığındayam. Mən sizə bunları göstərmək istəyirəm ki, elə bilirəm ki, mən dünyanın hər hansı bir hissəsindəyəmsə, bax, orada məsəl üçün Allah bilir hansısa bir hadisə baş verib, torpaq qarışıb bir-birinə, alt üst olub, bax, beləçinə belə bir zamandır. Bax, gördüyünüz bu xarabaxanaqlar görürsünüz. Bura Xəzər dənizinin ən gözəl güşələri olub vaxtı ilə. 70 il Sovet hökuməti buranı qirana qoydu. İndi axırıncı neçə illərdə bu hakimiyyət buranı ancaq bir məqsədlə istifadə edir. Nə olur olsun, onlara ciblərinə pul gəlsin. Bax, bu gördüyünüz imkan şeylər var. 15-20 kilometr uzaqlığa gedir. Görün, Azərbaycana nə qədər ziyan dəyib. Azərbaycanın gələcək xalqına, nəslinə nə boyda bir ziyan dəyib. Biz bunu başa düşürükmü? Yox, başa düşmürük. Bir bu hakimiyyətin günahı deyil, bu bizim öz günahımızdır ki, əl-ələ verib bu torpaqları biz qoruyuruq. Ermənilər kimi, Gürcülər kimi, başqa millətlər kimi. İndi isə baxın, biz dünyada bəlkə də yeganə bir xalqıq ki, gözəl vətən torpaqlarını xarabaxanlığa çevrilməyə biz onu bacarırıq. Ümumiyyətlə bilirsiniz, ümumiyyətlə bax, bu gördükləriniz hamınız dünyanın heç bir yerində belə vaxtı ilə belə bir güşə olmamışdı. Həqiqətən, bax, o güşələri, o cənnət məkan yeri, bax, bu günləri gör nəyə çeviriblər. Nəyə çeviriblər? Qumun çıxardıblar, ciblərinə qoyub. Bakı buranın arası 60 kilometrdir. Siz təsəvvürə getirirsiniz, o anda Xəzər 60 kilometrdir. Bəlkə Azərbaycan xalqının 90%-nin bundan xəbəri yoxdur ki, Azərbaycanın ən gözəl güşələri bu başqa cür tamamilə istifadə oluna bilərdi. Görün, nə günə çevrilir. Buna kim günahkardır? 99% buna günahır bizim xalqımızdır. Başqa bir hakimiyyət bizim xalqımız buna günah. Xalq əlinə verib, öz torpaqlarını qoymağı bacarmışsınız. Gələcək nəsilə heç nə qoymaq istəmirsiniz, onun axırı bax belə də olur. Biz belə bir millətik ki, bugün yaşayaq, bugün mənim cibimə xeyrim gəlsin. Sabah nə olacaq, olacaq. Bax, bunun da, bax, belədir. Bax, indi bütün xarici ölkələr baxıb, qoy baxsınlar, bizdən ləzzət alsınlar ki, gör, bizim necə xarabaxanalığımız var. Onların heç birində, heç bir dünya altında, heç bir xalq bunu özünə yaxın qoya bilməz. Ancaq biz onu eləyirik. Bax, belədir vəziyyət dostlar. Oldu, salamat.